Bazen kar qurbağa kimi olmaq lazımdır. Bax, bir dənə qurbağa olur, kar olur. Günlərin bir günü bu öz yoldaşları ilə sürüşüb düşür dərin bir quyuya. Və ətrafda digər qurbağalar buna dayanmadan deyir ki, quyu çox dərindir, siz çıxa bilməyəcəksiniz. Yoldaşları öz taleyi ilə barışır, biz buradan çıxa bilməliyik, qalırlar quyunun içində. Amma kar qurbağa digər qurbağaları eşitmədiyi üçün dayanmadan cəhd edir. Tullanır, axırda daha çox tullanır, bilirsiniz, idmançı elə daha çox. Sən tutaq ki 1 metrə tullana bilirsənsə, idmançılar idman edir 4 metrə tullanır. Elə deyil mi? Deməli, qurbağa da o qədər hərəkət edir, axırda quyudan çıxır. Yoldaşları bundan soruşanda ki, sən necə çıxdın bu quyudan, digərlər niyə çıxa bilmədi? Aydın oldu ki, qurbağalar sən demə, bu qurbağa kar imiş. Yəni, ətrafda deyilən sözləri diqqətə almadı. İndi siz də bəzən kar olmağı da öyrənməlisiniz. Yəni, nə mənada? Məcazi mənada deyirəm. Yəni, yoldaşlarınız sizə qarşı hər hansı bir hərəkət eləyəndə ona göz yummağı bacarmalısınız. Əsl hədəfinizi unutmamalısınız. Bizim əsl hədəfimiz nədir? Oxumaq, arzularımıza çatdırmaq, nəsə ixtira eləmək, nəsə kəşf eləmək, dövlətimiz, millətimiz üçün nəsə etməkdir. Elə deyil mi? Hər kəsin bir yaşam amalı var da. İndi öz əsl amalımızdan çıxmamaq üçün nə etməliyik? Arada ətrafımızda deyilən sözlərə diqqət etməməliyik. Yaxşımı? Hədəfimizdən yayınma. Hədəfimizdən yayınsaq, siz inkar etdiyiniz insanlara baxsanız, onlar hədəfindən əsla yayınmır.